Aeroportda unudulan bagajlar ucuz qiymətə satılır. O yəqin ki, neçəsə bir gündən sonra da Sahibi çıxmadığı təqdirdə yəqin ki, çox güman ki, sahibi çıxmayıbsa, onların içində dəyərli bir şey yoxdur. nə olacaq? Paltarza da olacaq uzaqbaşı. Mən bir şey deyim, əgər Mhm. yəni, səsimizi eşitsələr, Mhm. satılmaq əvəzinə açılıb kasıblara paylanılsa daha yaxşı olar. Aa, Paltar, bax, belə şeylərdir. yaxşı təklifdir məncə də. Niyə satırsan ki də? Yəni orada Sənin haqqın yoxdur orada. məncə də ehtiyacı olan ailələrə verə bilərsən. Orada bir yarmarka kimi bir şey Bəli, düzəldin, bəli. çağırın, paylayın. Daha Gözəl təkliflər gətirin, maraqlı təklifdir. Yəni bunu düşünmək lazımdır. Bu qidalar böyrəklərdə daşlar yaradır. Duzla çox zəngin qidalardır, oksalatla zəngin qidalar, bəzi ət məhsullarıdır. Şirin və şəkərli məhsullar. Bu şirin və şəkərli məhsullar. Qidalar Bax, az su haqqında- içmək. Belə deyim də, qidalar nə yeyirsinizsə, Hı-hı. çalışın çox da marketə üz tutmayın. Aha, önəmli məsələlərdən biri. Həyətinizdə toyuq saxlayın. Rayon yeridir də saxlamaq. Rayon yeridir, inək baxın. Hı. Mən heç bir eləmirəm. Niyə Nota niyə var. onda məsləhət geri söyləmişəm? Amma eləmək Amma lazım. mən sizə bir şey deyim. Bizim cəmiyyətin ən böyük problemlərindən birisi budur, qidalanmaqla bağlı. Suyu az içirik. Sən özün də bax. Su çox içirməli. Sən özün də məsələn mən idmanda da səni izləyirəm, suyu az içirsən. Ancaq idman zamanı Heç mən fikir verməmişəm, bunu nəzərə alacağam. Çox yəni çəkəcəm. önəmli məsələlərdən birisidir.